Salam uşaqlar, bugün mən sizə 8-ci sinif riyaziyyat KSQ 9-u izah edəcəm. Suallara diqqətlə qulaq assaz, mövzuda tam mənimsəniləcək. Uşaqlar, sualları izah eləyə-eləyə qaydaları da təkrarlayacağıq ki, qaydalar hansı formadaydı, bir dənə yadımıza salmaq üçün. Və uşaqlar, bu KSQ-yə qulaq assam, mütləq şəkildə heç olmasa 80 baldan yuxarı nəticə əldə edəcək. Uşaqlar, mövzuya baxıb, bəyənməyi, abunə olmağı və şərh yazmağı unutmasın. Başlayaq suallarımıza. Suallarımız uşaqlar bu formada da bütün mövzu əhatə olunub. Bərabərsizliyimiz, yəni bərabərsizliyimiz aralığı təyin eləmək. X, Y-in aralığı verilib. 2x bölünsün Y vurulma formasında yazmışam, bölünmə formasında yazmışıq. Toplama, çıxılma formasında yazmışıq. İndi suallara başlayaq izah eləməyə. Birinci sualdan başlayıram. Verilib bizə nə? Deyir ki, A böyükdür B olarsa bərabərsizliklərdən hansı doğrudur? Verilib. Baxacam hansılar doğru verilib. Deyir bu doğrudurmu? Üçüncü 7A böyükdür 7B verilmiştir. Dördüncü mənfi A bölünsün 5 kiçikdir verilib, mənfi B bölünsün 5 verilib. Beşinci A çıxılsın 0,1 kiçikdir B çıxılsın 0,1 verilmişdir. Birinci uşaqlar, bizim bərabərsizliyimiz verilib. Gəlin qaydamızı yadımıza salaq. Belə bir şey deyirəm. Deyirəm ki, mən sizdən böyüyəm, düzdürmü? Onda uşaqlar, deyirəm ki, mənim də yaşımın üzərinə 3 yaş əlavə edək. Sizin də yaşınızın üzərinə 3 yaş əlavə edək. Kim böyük olacaq? Mən. Sən də artırsan 3 yaş, mən də artıram 3 yaş. Yenə də mən böyük olacam. Bax, burada deyir A böyükdür B-dən. Deyir, üzərinə gəlirəm hər iki tərəfin. Sən də üzərinə gəlirəm, mən də. Üzərinə gəlirəm, deyir, bərabər olur. Səbəb niyə? Bax, ikimiz də 3 yaş böyüdük. Niyə bərabər oluruq ki? 3 il sonra yenə də mən böyük oluram. Deməli, bu doğru deyil. Bunun doğru olması üçün, bax, bu böyükdürsə, yenə də bu böyük olmalıydı. Doğru forması bu idi. Deməli, yanlışdır. Yanlış. İndi başqa, uşaqlar, hər iki tərəfdən bir dənə buna baxıram. Birinci buna baxım, sonra qalanlarına baxacağım. Hər iki tərəfdən bir yağ üzərinə gəldik, indi çıxmaq. Hər iki tərəfdən eyni bir ədədə çıxırıq. Deyirəm ki, sən də yaşından 2 çıxaq, mən də yaşımdan 2 çıxaq. Hansımız böyük olacaq? Mən. Deməli, sən də yaşından 2 yaş çıxanda, mən də yaşımdan 2 yaş çıxanda, yenə də mən böyük oluram, düzdürmü? Deyək ki, indi 2 yaş olmasın, 0,1 çıxaq. 0,1 çıxıb, 0,1 çıxıb, işarə əksirə dəyişib. Doğrudurmu? Xeyr, işarə olmalıydı belə. Deməli, yanlışdır. Uşaqlar, ümumiyyətlə yadınızda saxlayaq. Bərabərsizliyin hər iki tərəfinə eyni bir ədədi gəldikdə və yaxud da ki, çıxdıqda bərabərsizlik işarəsini dəyişmir. Böyüdür olmalıydı, içində də böyüdür olmalıydı. Deməli, və yaxud da uşaqlar, bərabərsizliyin hər iki tərəfini eyni bir müsbət ədədə vurduqda və yaxud da sıfırdan fərqli eyni bir müsbət ədədə böldükdə bərabərsizlik işarəsini dəyişməyəcək. Yəni, bax, deyirəm ki, 3-ə vurum hər tərəfi. Olsun, vur, bərabərsizlik dəyişmir. 4-ə vur hər tərəfinə, bərabərsizlik dəyişmir. 3-ə böl, bax, müsbət ədəddən söhbət gedirik. Bərabərsizlik dəyişmir. Müsbət ədədə vurduqda və yaxud da böldükdə bərabərsizlik işarəsini dəyişməyəcək. Bir dənə uşaqlar mənfi ədədə vuranda və yaxud da böləndə bərabərsizlik işarəsini əksinə dəyişəcək. Yəni, gəlin baxaq. Bax, burada mənfiyə vurulub, düzdürmü? Mənfiyə vurulubsa, bərabərsizlik tərsinə çevrilməliydi. Bax, beləsinə. Əksinə. Bir yağ böyüydü, indi kiçikdirə çevrilməliydi. Deməli, kiçikdirə çevirməyib deyə, bu da səhvdir. Müsbət ədədə vurub, olduğu kimi saxlayıb, doğru. Mənfi ədədə vurub, baxın, mənfi ədədə bölüb, 5-ə bölüb, mənfi 5-ə. Böləndə əksinə dəyişib, böyüdü, olub kiçik. Bu da doğrudur.
Bir də qaydanı deyək. Bərabərsizliyin hər iki tərəfinə eyni bir ədəd gəldikdə və yaxud da çıxdıqda bərabərsizlik olduğu kimi qalır. İkinci qaydamız, bərabərsizliyin hər tərəfini müsbət ədədə vurduqda və yaxud da böldükdə yenə də olduğu kimi qalır. Bir dənə mənfiyə vurduqda və yaxud da böldükdə işarə əksinə dəyişir. Mənfi söhbəti tərsinə çevrilir. Mənfi oldusa, mənfiyə vurdum və yaxud da böldümsə bərabərliyin işarəsinin əksinə dəyişir. Sıfıra da vuranda onsuz da hər iki tərəfi sıfıra vursan nə olacaq? Cavab sıfır. Deməli bərabər olacaq. Bu formada təyin olunur. Yadımızdan çıxmasın. Keçək ikinci sualımıza. İkinci sualda bizə nə deyir? İkinci sualda bizə deyir ki, bu aralığa daxil olan mənfi 7,3, 5,3 aralığına daxil olan tam ədədlərin hasilini tapın. Uşaqlar, birinci bu aralığa daxil olan ədədlər. Gəlin bir də ədəd oxuna quraq. Bu oldu 0, düzdürmü? Bu oldu 5, müsbət tərəfdə bu oldu 7. 7,3 mənfi 7,3. Deməli 7-dən bu üzə gəlməliyəm. Mənfi 7,3 burada. Və içi boş. Səbəb niyə? Dairə formasında verilib. Mörtəzə formasında. Mənfi 7,3 oldu burada. 5,3. Müsbət 5,3 içi boş formada oldu burada. Deyir ki, bu aralığa daxil olan tam ədədlər. Bu aralığa hansı tam ədədlər daxildir? Mənfi 7, mənfi 6, mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0. 1, 2, 3, 4, 5. Düzdürmü? Və uşaqlar bunların hasilini tapın. Bu boyda ədədin mən hasilini tapa bilərəm? Xeyr. Əgər hasil deyirsə, böyük bir ehtimal içərisində 0 var. Bax, 0-a vuranda nə edir? 0. Bax, içərisində 0 var deyə cavabımız olacaq 0. Hər hansı bir ədədi 0-a vuranda cavab edir 0. Sıfırlanır hamısı. Keçirəm 3-cü suala. 3-cü sualda bizə nə deyir? 3-cü sualda deyir ki, mənfi sonsuzluq 20 və 5 müsbət sonsuzluq aralıqlarının kəsişməsini tap. Uşaqlar bunların birləşməsini də tapa bilərik. Birləşmə nə deməkdir? Birləşdir. Hamısı bir yerdə götür. Kəsişmə üst-üstə düşən. Kəsişdir. Harda bunlar üst-üstə düşür? İndi baxıram, harda üst-üstə düşür? Ədəd oxumu qururam. 0 burada. Birinci bunu. 20 hardadır? 20 burada. İçin boş qoyum dolu. Boş. Səbəb niyə? Mörtəzə verilib. İçi boş 20. Uşaqlar, yadınızda saxlayın. Mənfi sonsuzluq, müsbət sonsuzluq. Bunların harda qurtardığı məlum deyildi. Həmişə mörtəzədir. Bunu ömründə belə bir mörtəzəndən görə bilmərsən. Çünki mənfi sonsuzluq harda qurtarır? Bunun qurtardığı bir nöqtə yoxdur. Yoxdur deyə bunu həmişə bu formada mörtəzədən istifadə olunur. Bu mörtəzənin mənası daxil deyil, ədədin özü. Amma bu mörtəzə verilsəydi, kvadrat formasında mörtəzə verilsəydi, ədədin özünü də götürəcəkdim və içini dolduracaqdım. Mənası daxildir olacaqdı. İndi burada necə verilibsə elə yazım. Daxil deyil. Mənfi sonsuzluqdan, mənfi sonsuzluq bura, müsbət sonsuzluq bura. Mənfi sonsuzluqdan 20-yə qədər, mənfi sonsuzluqdan gəldi, ta ki 20-yə qədər. Bu birisi. 5-dən, 5 20-dən qabaqdır. Burada. Daxil deyil, içi boşdur. 5-dən müsbət sonsuzluğa qədər. Müsbət sonsuzluq sağa tərəf gedəcəm. İndi bunların kəsişməsi hara düşdü uşaqlar? Üst-üstə olan hissə. Kəsişmə deyirdi. Bura düşdü mü? Problem yoxdur bura ki uşaqlar. Kəsişməsinin aralığını yaz desə mənə 5-dən 20-yə kimi nə 5 daxildir, nə də 20 daxildir. Belə yaza bilərəm. İndi mənə şərtdə nə deyirdi? Aralığının kəsişməsini tap. 5-dən 20-yə kimi. Heç biri də daxil deyil. Bu formada təyin olunur. Keçirəm növbəti suala. 4-cü sualımızda bizə nə deyir? 4-də deyir, 2 ədədin cəmi 12-dən kiçikdir. 2 dənə ədədlə verilib. A plus B. Deyir ki, bunların cəmi kiçikdir 12-dən. Yazdım, lap yaxşı. Və deyir ki, ədədlərdən biri 4 olarsa, biri fərq eləməz. A-nın və yaxud da B-nin yerinə 4 qoy. Fərqi yoxdur. B-nin yerinə qoyum.
Deyirəm ki, birini sildim, yazdım yerinə 4. 4 olarsa, digəri hansı qiymət ala bilər? İndi baxıram. Uşaqlar, A plus 4 kiçikdir 12 verilib. Mənə lazımdır A, düzdürmü? Deməli, A-nı biz nə ayırmalıyıq? Tək saxlamalıyıq. Tək saxlamaq üçün bu 4 getsin deyə mən nə yazım? Hər tərəfdən 4 çıxa bilərəm. Bayaq mövzunun izahına başlayanda dedik ki, hər tərəfdən eyni bir ədəd çıxdıqda və yaxud da hər tərəfə eyni bir ədəd gəldikdə bərabərsizlik dəyişmir, düzdürmü? Səbəb niyə? Sən yaşından da 4 çıx, mənim yaşımdan da 4 çıx. Kim böyük olacaq? Mən. Çünki uşaqlar, mən böyüyəm. Mən sizdən böyüyəm deyə 4 yaş, 4 il əvvəl də mən böyük idim. Və yaxud da 10 çıx, 10 il əvvəl də yenə mən böyük idim. Deməli, hər tərəfdən 4 çıxıram. Tənliyi həll edirəm. A plus 4 çıx 4, 12 çıx 4. 4 getdi, A kiçikdir 8-dən. Bura kimi problem yoxdur. İndi gəlin aralıq formasında verə bilərəm. Deyirəm ki, hansı həll də ödəyəcək? 8-dən kiçiklər hara tərəf gedir? Sola tərəf. Mənfi sonsuzluqdan ta ki 8-ə qədər ödəyəcək. Bərabərliyi yoxdur deyə mörtəzə formasında istifadə edəydim. Bərabərliyi olsaydı kvadrat mörtəzə yazacaqdım. Aydındır uşaqlar bu? Aydındırsa əla. Keçək növbəti sualımıza. 5-ci sual. 5-ci sualda bizə nə deyir? 5-ci sualda deyir. X-ımız 4 ilə 6 aralığındadır. Bu formada verilib. Və verilib Y-imiz hansı aralıqdadır? 1 kiçikdir Y, kiçikdir 2. Və deyir ki, 2x bölünsün Y ifadəsini qiymətləndirin. Bu ifadə hansı aralıqda olacaq? Bizdən bunu soruşur. Bura kimi problem yoxdur uşaqlar. İndi mənə nə lazımdır? 2x. Uşaqlar, 2x-i tapmaq üçün nə ayırmalıyam? 2-yə vurmalıyam deyə bilərəm. 2 necə ədəddir? Müsbət. Müsbət ədədə vuranda bərabərsizlik dəyişirmi? Xeyr. Sən də yaşını 2-yə vur, mənim də yaşımı 2-yə vur. Mənim yaşım eləyəcək 40 neçə. Sən də yaşını eləyəcək uşaqlar. Sizin neçə yaşınız var? Təqribi 12-13 yaşınızda 26 falan. Eləyəcək, yəni mənim yaşım böyük olacaq. Düzdürmü? İndi gəlin 2-yə vuraq. Hər iki tərəfinə. 2-yə vuranda elədir. 8 kiçikdir 2x. O da kiçikdir 12. Müsbətə vurdum deyə işarələrdə heç bir dəyişiklik eləmədim. Bunu tapmalıydım. Y-i bir dəfə də altından yazım. Gözüm görsün qəşəng. 1 kiçikdir Y, kiçikdir 2. Uşaqlar, baxın. Bunu 4 formada verə bilər. Bunların cəmi də verə bilər, fərqi də verə bilər, hasili də verə bilər, nisbəti də verə bilər. Uşaqlar, cəmi versəydi elə alt-alta toplayın. Kiçik ilə kiçiyi, böyük ilə böyüyü toplayın. Aralığı alacaqsınız cəmi verəndə. Və yaxud da hasili versə, kiçik ilə kiçiyi vur, böyük ilə böyüyü vur, cavab alınacaq. Bax, deyir ki, tutaq ki, 2x plus y. Alt-alta topla. Problem yoxdur. 8 plus 1, 9, 12 plus 2, 14. Səbəb niyə alt-alta toplayırsan? Bax, deyirəm ki, bunun ən kiçik qiyməti hansıdır? Kiçiklərini toplayanda ən kiçiyi alarsan da, düzdürmü? Ən böyük qiyməti hansıdır? Bu cəmin. Böyüklərini toplayanda ən böyük alarsan da. Və yaxud da hasildə. Hasildə də yenə olduğu kimi kiçik ilə kiçiyi, böyük ilə böyüyü bir-birinə vur. İndi çatdıq nisbətə fərqə. Nisbətdə fərqdə uşaqlar tərsinə formada təyin olunur. Yəni necə? Səbəbini də deyəcəm. Bax, sənə deyir ki, 2x bölünsün y-i tap. Uşaqlar, bunu tapmaq üçün, bunun ən böyük qiymətini tapmaq üçün, bax, bunun böyüyünü bölən bunun kiçiyinə, çarpaz formada. Səbəb niyə? Bax, deyirəm ki, bu ifadə ən böyük nə alır? Uşaqlar, mən onda bunu yuxarıdakını maksimum böyük götürərəm, düzdürmü? Bunu isə bu ifadənin böyük olması üçün bunun xırdacılığını götürsəm daha doğru olardı, düzdür?
Deməli, bunun ən böyüyünü 12-ni bölünən 1-ə çarpaz formada. 12-ni böləndə 1-ə neçə elədi? 12. Deyirəm, bu ifadənin ən kiçik qiyməti xırdası nə alır? Deyirəm ki, bunu kiçik götür. Kiçik nədir? 8. Bunun indi kiçiyi almaq üçün nəyə bölməliyəm? Ən böyüyə. Böyüyə bölüm ki, kiçik bir qiymət alım. 8-də bölünən neçəyə? 2-yə. Cavab neçə elədi? 4. Deməli, hansı aralıqda qiymət alır? 4-12 aralığında qiymət alır. Həmçinin uşaqlar fərqdə də çarpaz formadan istifadə edəcəksiniz. Bura kimi problem yoxdur uşaqlar. Bu isə aydındırsa əla. Keçək növbəti sualımıza. 6-cı sualımıza. 6-cı sualda bizə nə deyir? 6-cı sualda deyir ki, C-nin hansı qiymətində 2 vurulsun, C çıxılsın 3, çıxılsın 0,5 plus C ifadəsi müsbətdir. Müsbət nə deməkdir? Yəni, böyüdür 0-dan. Belə yazsam olar uşaqlar. 1 promil bərabərsizliyə uyğun tən yazdım. Başlayıram indi həll eləməyə. Görüm hansı qiymətdə ödəyə bilər. 2-yə vurub açıram. 2 vur C, 2C. Çıxılsın. 2 vur 3, 6. Uşaqlar, mənfiyə vuranda mötərizə daxilindəki müsbətə vurdum deyə burada işarələri dəyişmədim. Burada mənfiyə vuranda işarələr əksinə dəyişir deyə bilərəm. Çıxılsın 0,5-ə vuranda 0,5. Mənfi vurulsun müsbət elədi mənfi C. Böyüdür 0-dan. Bura kimi problem yoxdur uşaqlar. 2C çıxılsın C. Elədi C. İkisi də mənfidir. Topladım. Elədi mənfi 6,5. Böyüdür 0-dan. C böyüşdür. Bu boyunca keçdi 6,5-dən. Bura kimi problem yoxdur uşaqlar. Bizə də deyirdi ki, C-nin hansı qiymətində bu ifadə müsbət olar? C-nin 6,5-dən böyük qiymətində. Yəni 6,5-dən böyük aralıq hansı olur? 6,5-dən müsbət sonsuzluğa formasında təyin olunacaq. Daxil deyil yazırıq. Bu formada təyin olundu. Keçək növbəti sualımıza. 7-ci suala. Yeddə bizə nə deyir? 7. Deyir ki, düzbucağın tərəfləri A, B-dir. Və deyir ki, A-mız 15-dən böyükdür, kiçikdir 20-dən. B-miz 6 ilə 8 aralığında olarsa, düzbucağın perimetrinin qiyməti hansı aralıqda olacaq? Uşaqlar, düzbucaqlı hansı fiqur idi? Bu. Bütün bucaqları 90 dərəcə olub, qarşı tərəfləri cüt-cüt paralel olan 4 bucaqlıya biz demişdik, düzbucaqlı deyilir. Və qarşı tərəflər bir-birinə bərabər idi. Düzdürmü uşaqlar? A, B, B formasında təyin olunurdu. İndi bizə deyirdi ki, perimetrini tap. Düzbucağın perimetri necə hesablanırdı? P bərabərdir 2A plus 2B. Düzdürmü? Deməli, mən 2A-nı tapmalıyam, 2B-ni tapmalıyam, sonra cəmləməliyəm. Onda 2A-nı tapmaq üçün hər tərəfi 2-yə vurmalıyıq. Müsbətə vururuq, bərabərsiz olduğu kimi. 2-yə vuranda elədi 30, kiçikdir 2A, kiçikdir 40. 2-yə vuranda 12, kiçikdir. 2-yə vuranda 2B, kiçikdir 16. Düz yazdım mı uşaqlar? İndi mənə bunların cəmi lazımdır. Cəmləyəndə alt-alta rahat formada cəmləyə bilərik. 2A plus 2B. 30 plus 12 elədi 42. 40 plus 16 elədi 56. Deməli, hansı aralıqda qiymət alacaq? 42 ilə 56 aralığında qiymət alacaq. Sizdən də bunu istəyirdi. Və uşaqlar, bunun ən böyük qiymətini, ən kiçik qiymətini də istəyə bilər. Bax, 56 daxil deyil ha. Ən böyüyü 56-dan kiçik ədədimiz hansıdır? 55. 42 daxil deyil ha. 42-dən böyük ədədimiz hansıdır? 43. Ən kiçik qiyməti 43, ən böyük qiyməti də 55-dir. Tam qiyməti. Keçək 8-ci sualımıza. 8-də bizə nə deyir?
8. Deyək ki, A-mız 1 ilə 3 arasında olarsa, A-mız verilib 1 ilə 3 arasında olarsa, 8 çıxılsın 2A ifadəsinin qiymətləndirin. 8 çıxılsın 2A-nı qiymətləndir deyir. Birinci 2A-nı tapıram. 2A hansıdır? 2-yə vururam hər tərəfi. 2-yə vuranda elədir 2 kiçikdir. 2-yə vuranda 2A kiçikdir 6. Bura kimi qurtardım. İndi mənə deyir 8 çıxılsın 2A-nı tap. Uşaqlar, bunu istəsəz mənfiyə də vura bilərsiniz. Çıxma biraz çətinlik yaradır. Bax, bunu bir dənə belə yaza bilərəm. 8 çıxılsın 2A-nın yerinə. 8 plus mənfi 2A. Problem olmaz uşaqlar. Müsbət vur, mənfi olsa çıx verir. Mənfi 2A-nı tapmaq üçün hər tərəfi mənfiyə vuranda işarə əksinə dəyişir deyə bilərəm. Düzəlsin mi uşaqlar? Problem yoxdur. İndi mənə deyir ki, bu ifadənin üzərinə 8 gəlir. 8 gələndə hər tərəfin üzərinə gəlirəm. Və ifadə qiymətini dəyişmir. 8-i gəlirəm. Mənfi 2-nin üzərinə 8 gələndə neçə edir? Müsbət 6 böyüdür. 8 minus 2A üzərinə 8 gələndə 8 qabağa keçdi. Mənfi 6-nın üzərinə 8 gələndə elədi 2. Deməli, hansı aralıqda qiymət alacaq? 2 ilə 6 aralığında qiymət alacaq. Keçirik növbəti suala. 9-cu sualı. Çıx formasında olanda mənfiyə vurun, mənfi formasını tapın. Sonra toplamana gedin uşaqlar. Doqquzuncu sual. 9-da deyir ki, uyğunluğu müəyyənləşdir. İndi ən kiçik tam əl, ən böyük tam əl bizə lazımdır uşaqlar. Mənə deyir ki, A variantında ən kiçik tam əlli mənfi 4-dür. Uşaqlar, mənfi 4-ün ödəndiyi hal hansıdır? Bərabərlik. Bu. Deməli, ən kiçik tam əlli mənfi 4 olan hansı olacaq bu? Ən kiçik əçiqi tam həll. Tam olan hansıdır? Mənfi 4. Deməli, buna uyğun olur. Keçək. Ən kiçik qiyməti mənfi 3-dür. Buna uyğundur. Çünki uşaqlar mənfi 4 ödəmir. Mənfi 4-dən biraz daha böyük ədədimiz mənfi 3. Ən kiçik tam əlli mənfi 3-dür. Bu olacaq. Ən böyük qiyməti 3-dür. Uşaqlar, burada ən böyük 4-dür. Bərabərliyə görə. Bunda ən böyük 4-dür. Bərabərliyə görə. Burada bərabərliyi yoxdur. 4-dən kiçik ədədimiz hansıdır? 3. Deməli, ən böyük qiyməti 3-dür. Buna uyğun olacaq. Tam həllərinin cəmi 0-dır. Sizə hansı variant olacaq? Bu. Səbəb niyə? Mənfi 4-dən 4-ə kimi hamısı daxildir. Mənfi 4 ilə 4-ü toplayanda 0, mənfi 3 ilə müsbət 3 0, mənfi 2 müsbət 2 0, mənfi 1 müsbət 1 0. Cəmi ümumilikdə 0 eləyəcək. Buna deməli, həmçinin 4-cü variantda uyğun gəlir. Keçirik növbəti sualımıza. 10-cu suala. 10-da bizə nə deyir? Onuncu sualda bizə deyir ki, bərabərsizliyini həll edin. Aha, bu formada sual. Uşaqlar, baxın, buraxılışda, qəbulda çox düşən suallardan da qəşəng suallardandır. Uşaqlar, baxın, x-3 ifadəsini sabit bir ədədə vurub. Bu sabit ədədi mən bilmirəm necə ədəddir. Ya mənfi ədəddir, ya müsbət. Birinci tapın görün, bu mənfi ədəddir, yoxsa müsbət. Sizə bir dənə işarəsi lazımdır. Deyirəm ki, hər ikisini 1 çıxılsın kök 5. 1 böyüdü kök 5. Kök 5. Səbəb niyə? 1 kvadrata yüksələndə nə edir? 1. Kök 5-in kvadratı nə edir? 5. Hansı böyük ədəddir? 5. Deməli, kök 5 daha böyük ədəddir. 2 tam neçəsə verir?
Deməli, birdən çıxanda kök 5-i necə əldə ediləcək? Mənfi. Problem yoxdur uşaqlar. Bu saydın. Uşaqlar, mənə lazımdır kiçikdir 0 olsun. Kiçikdir 0 nə deməkdir? Yəni mənfi olsun. Mənfini nəyə vuranda məndə mənfi eləyir? Mənfini mənfiyə vursam müsbət eləyir, düzdürmü? İki dənə əks işarə bir-birini müsbətləşdirir. Mənfini nəyə vuranda mənfi edir? Müsbətə. Deməli, x minus 3 nədir? Böyüdür 0. Birinci iş. Mütləq şəkildə bu sabitin işarəsini təyin elə. Gör mənfidir, müsbət. Sonra təyin elədikdən sonra bir dənə uyğunluq qur, ardını həll eləməyə çalış. Bərabərlik yoxdur deyə bərabərliyi yazmadım. Hər iki tərəfinin üzərinə 3 gələndə x böyükdür elədi 3-dən. X-in hansı qiymətini də ödəyəcək? 3-dən böyük. Yəni 3-dən böyüklər hansı oldu? 3-dən müsbət sonsuzluğa. Heç bir daxil deyil. Bu formada təyin elədik. Keçək növbəti sualımıza. 11-ci sual. Kök ifadələr çox verilir uşaqlar. Verilib bizə x-in hansı qiymətində 11? Kök altında 3x plus 15-in plus 15-in deyir ki, 15 ifadəsinin mənası var. Uşaqlar, bu neçənci dərəcədən kökdür? İkinci dərəcədən kvadrat kökdür, düzdürmü? Kvadrat kökün altı nə olmalıydı? Müsbət. Sıfırdan kiçik ola bilməz. Ya böyüdür sıfırdır, ya bərabərdir sıfırda. Sıfır da ala bilir. Niyə uşaqlar? Uşaqlar nəyəsə kvadratı mənfi verə bilər 2 dəfə öz-özünə vuranda? Xeyr. Deməli, nəyəsə kvadratı həmişə nədir? Ya sıfırdan böyükdür, ya da bərabərdir. Bu iki şərtdən biri ödənir. Böyük bərabərdir sıfır formasında təyin olunacaq. Hər iki tərəfdən 15 çıxıram. 3x elədir. Kiçik bərabərdir, böyük bərabərdir, mənfi 15. Vurdursa uşaqlar, hər tərəfi bölən 3-ə, müsbətə böləndə onsuz da işarə vurduğu kimi qalır. X böyük bərabərdir, mənfi 5 formasında təyin olunacaq. Bu da mənfi 5-dən müsbət sonsuzluğa böyük olduğuna görə müsbət sonsuzluğa doğru gedəcək. Bərabərliyə görə kvadrat mötərizəni yazırsınız. 11-ci sualımız da bu formada təyin olundu. Keçirik növbəti sualımıza, 12-ci sualımıza. 12-ci sualda bizə nə deyir? Deyir ki, mənfi 2x böyüdür 8 bərabərsizliyinin ən böyük həllini tapın. Böyükdür 8. Uşaqlar, mən x-i tapmaq üçün nə verməliyəm? Hər tərəfi mənfi 2-yə bölməliyəm. Mənfiyə böləndə və ya vuranda nə olurdu? İşarə əksinə dəyişirdi. Aferin. İşarə, bax, verilib böyükdür, çevriləcək kiçikdirə mənfi 2-yə bölən kimi əksinə dəyişəcək. Mənfiyə vuranda və yaxud da böləndə əksinə dəyişir. Buradan aldım. X kiçikdir, mənfi 4. Şərtdə bizə nə deyirdi? Ən böyük tam 50. Mənfi 4-dən kiçik. Ən böyük ədədimiz hansıdır? 0 burada, mənfi 4 burada. Kiçiklər bu tərəf, düzdürmü? Mənfi 5, mənfi 6, mənfi 7, mənfi 8. Aralığa daxil olan ədəd hansıdır? Ən böyüyü. Mənfi 5. Sizdən də ən böyüyünü istəyirdi. Mənfi 5-i istəyirdi. Bu formada təyin olunur. Keçirik növbəti sualımıza. Növbəti sualımızda bizə nə deyir? 13-cü sual. Deyir ki, 6x çıxılsın 1. Bölünsün 4. Üzərinə gəlinsin. 1 çıxılsın 2x bölünsün 2. Böyükdür ondan. Uşaqlar, birinci ortaq məxrəc gətirib cəmləyirəm. Və yaxud da hər tərəfi 4-ə vururam. Məxrəcdə hansı da olsun. 4-ə vurdum, getdi. 4-ə vurdum. 2 getdi, vur 2 formasında qaldı. Düzdürmü? 2-yə vurulmasını yazın. 4-ə vurdum, elədir 40. Bərabərsiz yazdım belə. Yazıram 6x çıxılsın 1, üzərinə gəlsin 2-yə vuranda 2, çıxılsın 2 vurulsun 2, elədi 4x. Böyüdür 40-dan. 6x çıxılsın 4x, elədi 2x. Mənfi 1 plus 2, elədi müsbət 1.
Biri mənfidir, biri müsbətdir deyə böyükdən kiçik çıxdıq. Böyüyün işarəsi qarşısına. Müsbət. Böyüdür 40-dan. 2x. Hər iki tərəfdən biri çıxdım. Biri çıxan kimi 1 getdi. Biri çıxanda elədi 39. Vırdırsa hər tərəfi böləm 2-yə. İşarə olduğu kimi. 2-yə böləndə elədi. Bizdə neçə? 19. Tam 10-da 5. Düzdürmü uşaqlar? Deyir ki, həll eləyin. Həll elədik. Keçirin növbəti suala. 14-cü sualımıza. 14-də bizə nə deyir? X-in hansı qiymətində funksiya mənfi olmayan qiymətlər alır? Yəni, mənfi olmayan mənası nədir uşaqlar? Mənfi olmayan nədir? Mənfi, yəni kiçik deyil də sıfırdan. Sıfırdan kiçik deyilsə nədir? Ya böyüdür, mənfi deyilsə ya böyüdür, ya da sıfırdır. Böyük bərabərdir, yazıb işləyəcəyik. İndi hər iki tərəfin üzərinə 3-2 gələn bu y-i silin burada. 8 gələn. 8 gələndə plus 8, plus 8. 3-2x 8-də getdi. Böyük bərabərdir 8-də. Burada problem yoxdur uşaqlar. Hər iki tərəfi 3-ə vururam. 3-ə vururam ki, məxrəc getsin. Müsbətə vururam deyə uşaqlar rahat formada vura bilirlər. Məxrəc getdi, qaldı 2x böyük bərabərdir 24-dən. Hər iki tərəfi 2-yə bölən, müsbətə vuranda və yaxud da böləndə işarə əşkisinə dəyişmir. İşarə olduğu kimi qalır. Mənfiyə vurub böləndə işarə əşkisinə dəyişir. 2-yə böl rahat formada, müsbətə vuranda, böləndə çox rahat formada vurun bölün. Onsuz da işarədə problem yaşamayacaqsınız. Aldıq x böyük bərabərdir 12 qiymətində ödəyəcək. Keçirik növbəti sualımıza. 15-ci sualda bizə nə deyir? Bir dənə kvadrat tənliyi verilir uşaqlar. Deyin görüm siz mənə kvadrat tənliyin nə zaman həlli olmurdu? Nə zaman həlli yox idi? Diskriminant sıfırdan kiçik olanda, düzdürmü? Nə zaman yeganə həll? Diskriminant sıfıra bərabər olanda. Nə zaman iki fərqli həll? Diskriminant böyükdür sıfır olanda. Verilib bizə x kvadrat minus 7x plus a. Bərabərdir 0 tənliyi verilib. A-nın hansı qiymətində tənliyin həqiqi kökü yoxdur? Yəni, nə demək istəyir? Diskriminant kiçikdir 0-dan. Həqiqi kökü yoxdursa, diskriminantın 0-dan kiçikliyi nəzərdə tutur. Diskriminantı necə tapırdıq? B kvadratı minus 4ac düstur ona. B-miz mənfi 7. Mənfi 7-nin kvadratı elədi 49. Çıxılsın. 4 vurulsun. A-nın yerinə nə verilib? Heç nə yoxdursa 1. Vurulsun. C-nin yerinə nə verilib? A. Yazıram, kiçikdir 0. Burada problem yoxdur uşaqlar. 4A-nı keçirdə bilərsiniz, bu üzə keçirtmirəm. Deyirəm ki, hər iki tərəfdən 49 çıxıram. Ki, bu 49 geçsin. 49 çıxanda 49 çıxanda işarə olduğu kimi. Bax, 49'u çıxdım, mənfi, çıxılsın 49. İkisindən də çıxdım. 49 getdi mi? Qaldı mı mənfi 4A? Kiçikdir. 0-dan 49 çıxanda mənfi 49'dan. Hər iki tərəfi bölünən mənfi 4-dəki A qalsın. Mənfiyə böləndə işarə əksisinə dəyişdi. Bax, kiçikdir yazırdım indiyə kimi, böyüdürə çevirdim. Mənfiyə böləndə elədi müsbət, 49 bölünsün 4 də elədi 12 tam 4-də 1. 4-də 1-imizdə 12 tam %25 yaza bilərsiniz, problem yoxdur. A-mız böyükdür 12 tam %25'də. Bu formada təyin olunur. Keçin növbəti. Modul bərabərsizliyi uşaqlar. Modul bərabərsizliyimizi 2 qat bərabərsizliyi formasında yazıb işləyə bilərik. Gəlin bir daha baxaq. Hansı formada verilib? 16-cı sualımız. Verilib bizə modulda 2x minus 1 kiçik bərabərdir 5. Uşaqlar, moduldan həmişə necə ədəd çıxır? Müsbət. Yazıram 2x çıxılsın 1. Bax, kiçikdir veriləndə. Bax, bunu necə yazırıq? Bunu hər tərəfdən eyni yazırıq. Mənfi 5, müsbət 5. Bu aralıqda təyin olunur.
Səbəb niyə? Bax, sizə deyir ki, 0 burada, 5 burada, -5 burada. Modul nə deməkdir? Məsafə. Deyir, məsafə 5-dən kiçikdir. Bərabərlik də var deyə qaralayım hətta. 5-dən kiçik məsafə, 0-lara qədər məsafə. 5-dən kiçik haradır? Bu aralıq deyil. Deməli, ümumi ifadəmiz -5-dən 5 aralığında yerləşir deyə bilərəmmi? Qurtardı. Hər iki tərəfin üzərinə 1 gəlirəm. -5-in üzərinə 1 gəndə -4. 1 gəldiyimə görə işarə olduğu kimi qalır. Toplayanda çıxanda onsuz da işarə dəyişmirdi. 1 gələndə elədi 6. 2-yə vurulub hər 3 tərəfi, 2 demirim, 3 tərəfi 3-dəndir. Hər üçünü bölürəm 2-yə. 2-yə böləndə elədi. -2 kiçik bərabərdir 2, kiçik bərabərdir 3. Uşaqlar, müsbət ədədi böləndə işarə olduğu kimi qalır. Bax, bu gün neçənci dəfədir bu sözü deyirik. 16-cı sualımız oldu. -2 ilə 3 aralığı. -2 də daxildir, 3 də daxildir uşaqlar. Keçirik 17-ci sualımıza. 17-ci sualda bizə nə deyir? 17-də deyir ki, trapeziyanın oturacaqları x və y-dir. X-imiz bu aralıqda dəyişir. Y-imiz bu aralıqda dəyişir. Mənə deyir ki, trapeziyanın orta xətti hansı aralıqda qiymət alacaq? İnşallah trapeziyanın orta xəttini necə tapırıq? X plus y bölünsün 2 formasında təyin olunmurdu. Oturacaqlar cəminin yarısı. Birinci oturacaqlar cəmini tapaq. Cəmləyəndə alt-alta formada. Bax, kiçikdirən altından ikisi də doğru verilib. İşarələr eyni formada verilib. İndi 5 plus 7. Elədi 12. Kiçik bərabərdir. X plus y. Kiçik bərabərdir 20. Hər üç tərəfi bölünəm 2-yə. Böləndə 2 elədi 10. Böləndə 2 elədi 6. Hansı aralıqda qiymət alacaq? 6 ilə 10 arasında qiymət alacaq. Hər ikisi də daxildir. Yaddan çıxmasın. Keçirik 18-ci sualımıza. 18-də bizə nə deyir? Uşaqlar, 3 dənə bərabərsizlik verilib. X minus 1 böyükdür -1. Gəl ikisinə baxacağım. X minus 1 kiçilmədir -2. Uşaqlar, modul necə ədəddir? Müsbət. Düzdürmü? Moduldan həmişə məsafə nədir? Müsbət. Modul nə deməkdir? 0-a qədər olan məsafə. Hesablama başlanğıcına qədər olan məsafə. Müsbət ədədimiz həmişə -1-dən böyükdür. Yəni, x-a nə verirsən ver. Bax, mənfi ver, bu çıxacaq yenə də müsbət -1-dən böyük olacaq. Yəni, nə verirsən ver ödəyəcək. Düzdürmü uşaqlar? İndi bu versində böyükdür mənfi olanda, deməli, mənfi sonsuzdan müsbət sonsuza kimi. Moduldan nə çıxır? Müsbət. Müsbət -2-dən böyük ola bilərmi? Sən moduldan çıxardandan sonra müsbət alırsan. Müsbət nə vaxtda mənfidən kiçik olur? Heç bir qiymətdə ödəməyəcək. Deməli, buna yazacaqsınız boş-çoxluq. Əgər veribsə modul kiçikdir, mənfi ədəd boş-çoxluq ola bilməz. Modul nə vaxtdan kiçik olacaq mənfidən? Heç vaxt. Modul böyükdür, mənfi veribsə, mənfi sonsuzluqdan müsbət sonsuzluğa kimi həlli yaza bilərsiniz. Keçirin növbəti sualımıza. Növbəti sualda bizə nə deyir? Deyir ki, düzbucağının uzunluğu 7 cm-dir, düzbucağının eni neçə cm olmalıdır ki, perimetri tərəfi 6 olan kvadratın perimetrindən kiçik olsun. Düzbucağının deyir ki, A bərabərdir 7 verilib. B-ni bilmirəm neçədir. Perimetri necə təyin olunur uşaqlar? 2 dənə A plus 2B, düzdürmü? 2 vurulsun 7. Elədi neçə? 14 plus 2B olduğu kimi qalsın. Deyir ki, B-ni nə verməliyəm ki? Bunun perimetri kiçik olsun. Tərəfi 6 olan kvadratın perimetrindən. Tərəfi 6 olan kvadratın perimetri nədir? 6, 6, 6, 6. 4 vurulsun 6. Perimetri belə hesablandı.
Yəni kiçikdir 24 yaza bilərəm. Hər iki tərəfdən 14 çıxıram. 14 çıxanda elədir kiçikdir 10. Hər iki tərəfi bölürəm 2-yə. Elədir B kiçikdir 5. B-nin 5-dən kiçik qiymətlərini də ödəyəcək. Aydındır uşaqlar. Bu formada təyin olunur. Və uşaqlar tərəf söhbəti gedirsə, bu tərəfi siz mənfi götürə bilmərsiniz. Uzunluğu ümumiyyətlə mənfi ola bilər? Xeyr. Yəni burada B-nin müsbət qiymətləri nəzərdə tutulub. 0-dan 5-ə kimi. Yaddan çıxmasın. Bir dənə 20-ci sualımız qaldı. 20-ci sualımızı da işləyək, qurtarırıq. 20-də bizə nə deyir? Verilib. 2 çıxılsın kök 5, vurulsun x kiçikdir. 4 çıxılsın kök 20. Uşaqlar, 4 çıxılsın kök 20-nin əvəzinə. Kök 20 nə deməkdir? 4 vur 5 demək deyil. Yəni, 2 çıxılsın kök 5. Hələlik bununla işim yoxdur. Vurulsun x kiçikdir. 4 çıxılsın. 4-dən 2 çıxıb deyə bilərəm. 2 kök 5. 2 çıxılsın kök 5. Vurulsun x kiçikdir. Hər ikisindən 2-nin mörtəçilərini çıxardıram. 2-yə böləndə elədir 2 çıxılsın. 2-yə böləndə elədir kök 5. Şunlar hər iki tərəfdə 2 çıxılsın kök 5 aldın mı? Bax, bunların hər iki tərəfdən islah apara bilərik. Amma birinci işarəyə baxacağım. Yəni, hər iki tərəfdə 2 çıxılsın kök 5-ə böləcəm. Amma işarəyə baxın. 2 çıx kök 5 necə ədəddir? Mən müsbətə bölürəm, yoxsa mənfiyə? Çünki işarənin dəyişməsi söhbəti var ha burada. 2-nin kvadratı 4. Kök 5-in kvadratı 5. Hansı böyüdür? 5. Deməli, kök 5 böyüdür. Kiçikdən böyük çıxanda işarə mənfi. Hər iki tərəfi mənfiyə böləndə, bax, böldüm, getdi, qaldı x. Böldüm, getdi, qaldı 2. İşarə əksinə dəyişdi. Mənfiyə böldüm deyə. Kiçikdir, böyüdür yazdım. Yazdıq. X böyüdür 2 olanda ödəyir. 2-dən böyük ədədlər hansılardır? 2-dən müsbət sonsuz formasında təyin olunur. Aydındır uşaqlar. Bu formada təyin edirik. Uşaqlar, bir daha yadınıza salın. Bəyənməyi, abunə olmağı və şərh yazmağı unutmayaq ki, növbəti dəfədə siz üçün KSK-nin həllərini paylaşım. Sağ olun uşaqlar. Görüşənədək.